Salam, mən Məmmədov Azər. Bu videoda 2025-ci riyaziyyat test toplusundan bərabərsizliklər və bərabərsizliklər sistemi mövzusuna, bölməsinə aid olan bir dəyişənli xətti bərabərsizliklər, bir dəyişənli xətti bərabərsizliklər sistemi, bərabərsizliklər heyəti mövzusundakı tapşırıqların izahını verməyə çalışacağım. Demək, bərabərsizliklər haqqında müəyyən qədər bilgilərimiz var. Burada indi bərabərsizliklər sistemi və bərabərsizliklər heyəti mövzusu araşdıraq. Onlar nədir? Yəni, bərabərsizliklər sisteminin həlli dedikdə alınan dəyişənin aldığı o aralıqlar, qiymətlər çoxluğu kəsişməsi nəzərdə tutulur. Əgər qiymətlər çoxluğu tutaq ki, yəni onların kəsişməsi nəzərdə. Heyət dedikdə isə onların birləşməsi. İndi bunu tapşırıqlarda görəcəksiniz. Bax, bu bir dəyişənli xətti bərabərsizlikdir. Deyir, həll edin, elə keçək tapşırıqlara. Məxrəcə baxırıq, 2 çıxaq kök altında 5. Hər hansı bir ədəddir. İndi bu ilk öncə müəyyən eləməliyik ki, bu ədəd mənfidir, yoxsa müsbət. Yəni 2 çıxaq kök altında 5-i müəyyən eləməliyik. Kök altında 5 təxminən 4-dən böyükdür də. Yəni 2 tam neçə düşür də bunun? 2,3 təxminən kökdən çıxır. Yəni 2 çıxaq 2,3 o mənfi ədəd eləyəcək də. Bəlli oldu ki, bu mənfidir. Mənfidir. Demək, sıfırdan kiçikdir də bu ifadə. Bu mənfidirsə, demək, bu müsbət olmalıdır ki, müsbəti mənfiyə böləndə mənfi olsun da. Yəni, mənfi sıfırdan kiçikdir. Demək, 3x plus 7 sıfırdan böyük olur. Bu bərabərsizliyi həll eləmiş olsaq, elə bu bərabərsizliyin həllidir. Ümumi bərabərsizliyin həllidir. Yəni, böyükdür 0 olmalı. 3x böyükdür mənfi 7, x böyükdür mənfi 7. Hər tərəfi 3-ə bölsəm, mənfi 7 bölək 3. Yəni, x böyükdür. Bunu da yazarıq. 7-ni 3-ə böləndə 2 tam. Məxrəci qaldı 3. Mənfisi də var da. Burada da 1 qalıq qalır da. Yəni, 2 tam 3-də 1-dən böyük. Ədəd oxunda göstərsək, tutaq ki, bura mənfi 2 tam 3-də 1-dir. Böyük deyəndə sağa nəzərdə tutulur. Yəni, sağ tərəfdəki qiymətlər. Yəni, qiymətlər çoxluğu oldu. Mənfi 2 tam 3-də 1-dən müsbət sonsuzluğa. Mənfi 2 tam 3-də 1-dən görür ki, yəni, daxil deyil də ciddi bərabərsizlikdir. Bərabəri yoxdur. Ona görə mötərizə şəklində olur. Müsbət sonsuzluğa. Aldığı qiymətlər aralığı budur. Mənfi 2 tam 3-də 1-dən müsbət sonsuzluğa D variantı. Bərabərsizliyini həll edin. Demək, verib belə mərkəzdə 4 çıxaq 2 qat bərabərsizlikdir. 4-dən kiçikdir. Mənfi 3-dən böyükdür bu. Bu x-i tapmalıyıq da, yəni bərabərsizliyin həlli deyəndə x-i tapmalıyıq ki, hansı qiymətlər alır. Yəni, ona görə o yanındakı əmsalları, ədədi yoxa çıxartmalıyıq. Neyniyərik ki, yəni hər tərəfi 2-yə vursaq, bu məxrəci yoxa çıxacaq. Demək, hər birini 2-yə vururum. 2 vurulsun mənfi 3. Oldu nə? Mənfi 6 kiçikdir. Bu 2-lər getdi, qaldı burada 4 çıxaq 5x. O da kiçikdir, bərabər. 4-ü 2-yə vursaq 8. İndi hər tərəfdən 4-ü çıxaq bu dəfə. Yəni, bundan da 4 çıxdım, buradan da çıxaq 4. Mənfi 6 minus 4, mənfi 10. Kiçikdir, bərabərdir. Burada 4-lər getdi, qaldı mənfi 5x. O da kiçikdir, bərabərdir 4. İndi mənfi 5-ə bölək ki, hər tərəfi və yaxud mənfi 5-də 1-ə vursaq, onda x təklənəcək. Yəni, mənfi 5-ə bölsək, bu x olur. Dedik ki, mənfiyə bölürüksə, bərabərsizliyin işarəsinin istiqaməti dəyişir. Kiçikdir, indi böyük olacaq. 4-ü də mənfi 5-ə böləndə, yəni mənfi, o da eləyər 0,8-də 40-ı 5-ə bölürük. Burada da istiqamət dəyişdi. Mənfi 10-u mənfi 5-ə bölsək, mənfilər gedər, 10-u 5-ə böləndə 2. Yəni, aldıq nə? X-imiz demək 2-dən kiçikdir, mənfi 0,8-dən böyükdür. Yəni, mənfi 0,8-dən 2-yə qədər. Bunlar da daxildir də, qeyri-ciddi bərabərsizlik daxil.
Burada olacaq cavab E variantı. Daha doğrusu E yox, mənfi sıfırdan E yox. D variantı. Mənfi 0,8-dən 2-yə. Bərabərsizliyini həll edin. Buradan da bax, əvvəlcə 1-i yox eləyək. Neyniyərik? Bax, üstə gələk 1, 1 çıxarıq da buradan. Hər tərəfdən 1 çıxar. Bərabərsizliyin tərəflərindən hər hansı bir ədədi toplaya bilərik, çıxa bilərik, vura bilərik və həmçinin bölə bilərik. Demək, 3-dən də 1-in çıxaq, 2-dən də 1-in çıxaq. Nə qalacaq? Burada 1 qalır, kiçikdir. 1-lər getdi, qaldı x bölək 3. Burada da qalacaq 2. İndi 3-ü də yox eləyək ki, x təkrarlansın. Demək, 3-ə vurmaq lazımdır hər tərəfi. Vurduqca burada 3 elədi. 3-lər getdi, x qaldı, qaldı 6. Yəni 3, 6, 3-dən böyükdür, 6-dan kiçikdir. Yəni 3, 6 aralığı. Bunlar da daxildir. O da C variantı olar. Bərabərsizlik sisteminin ən böyük tam həllini tapın. İndi bu sistemdir. İndi burada yəni aldığımız aralıqların kəsişməsini tapacaq. Yəni hər bərabərsizliyin öz aralığı olacaq da və onların kəsişməsi bizim həllimiz olacaq. Buradan bax belə 12 çıxaq 2x, mənfi 2x'i sağa atıram, mənfi 8-i də sola. Yəni 12 mənfi 8 idi, üstə gəl 8 olacaq. Sola keçirdəndə işarə qaldı olduğu kimi 3x var idi orada. Mənfi 2x'i də sağa atanda plus 2x eləyəcək. Burada da bax orta məxrəc 5-i götürərəm. Orta məxrəci 5 götürsək, 5, bax bunun məxrəci 1-də, 1-ə böldüm 5, x-ə vursam 5x. Çıxaq, 5-ə böldüm 1, 1-ə vururam buna. Amma qarşısında mənfi var, işarələri dəyişəcək. X müsbət idi, mənfi oldu, mənfi 4, müsbət 4 olacaq. Böyükdür 1 və yaxud 1-i də keçirdə bilərik, elə birbaşa bura. Yəni, keçirdək bura 0 qalsın orada. Yox, elə qoy 1 qalsın yerində. Alındı nə? 12, 8, 20 böyük. Demək, bu da 5x eləyər. Burada isə hər tərəfi də 5-ə vuraq, bu kəsirdən qurtulsun. 5-lər buradan gedir. 5x-dən x-in çıxsam 4x eləyəcək. Üstə gələk 4. 5-i də 1-ə vurdum 5. Böyükdür 5-dən. İndi bunu hər tərəfini 5-ə bölək. Orada nə olacaq? 20-ni 5-ə böləndə 4 böyükdür. Demək 5-i də bu da 1x eləyər də, yəni x eləyər. X yəni 4-dən kiçikdir kimi yaza bilərik. Buradan da 4x böyükdür. 5-dən 4-ün çıxsan 1. Yəni aldıq belə. Bunu tərsinə də yaz. Tərsinə yəni x kiçik tərəfdədir də. Yəni x kiçikdir 4-dən. Bunu da 4-ə bölərəm hər tərəfi. Onda x böyükdür 4-də 1. 1-i 4-ə böləndə belə olur da 4-də 1. Aldıq belə. Demək, x-imiz 4-dən kiçikdir, 4-də 1-dən böyük. Ədəd oxunda göstərək. Bura 4 olsun. Burada fərz eləyək 4-də 1-dir. Mənfi yox, müsbət 4-də 1. Deyir, 4-dən kiçikdir, yəni sola. Aldığı qiymətlər, yəni x-in aldığı qiymətlər bunlar. Yəni mənfi sonsuzluqdan 4-ə kimi. 4-də 1-dən böyük. Fərz edək 4-də 1 buradır. Buradan sağa. Bunun həlləri də 4-də 1-dən müsbət sonsuzluğa. Müsbət sonsuzluq buradır, mənfi sonsuzluq bura. Demək, bizim kəsişən nöqtəmiz hara oldu? Yəni 4-də 1, 4 arası. Bunlar da yəni
ciddi bərabərsizliklər olduğu üçün bərabəri yoxdur da. Bunlar aid deyil. 4/1 ilə 4 daxil deyil o qiymətlər çoxluğuna. Yəni bizim qiymətlər çoxluğumuz ən böyük tam qiymətlər çoxluğunu yazacaq hələ. Yəni 4/1-dən 4-ə qədərdir. Bunlar da daxil deyil. Deyir ki, sistemin ən böyük tam həllini tapın. Yəni, əgər 4 daxil olsaydı bu aralığa 4 olardı. Amma 4 deyil, 4-dən daha kiçik hansıdır? 3-dür də. Cavabımız 3 olacaq. Cavab B variantı. Bərabərsizliklər sisteminin ən böyük tam həllini tapın deyir. Demək, burada kəsir ifadəsi var. Gəlin 2-yə vuraq hər tərəfinin. O kəsirdən qurtulsun. Demək, 2-ni vurdum 6x-ə eləyəcək 12x. Minus. Bunu 2-yə vursaq, 2-lər bax gedir, qalır 9x minus 3. Amma qarşısına mənfi olduğu üçün işarələri dəyişəcək. 9x plus 3. Böyükdür. 2-ni də 2-yə vursaq 4. Aldıq bunu. Yaxşı. İndi bu birisinə baxaq. Demək, 2x-i keçirdək sağ tərəfə. Mənfi 18-i sola. Mənfi 18 müsbət olacaq. 18 çıxaq 3. Böyükdür. 5x-dən 2x çıxarıq da. 2x-i də sağa keçirdik. Buradan bunu çıxanda eləyər 3x. 3-ü sağa keçirsən 4 çıxaq 3. Yəni 1 eləyər. Burada 18-dən 3-ün 15. Böyükdür. 5x-dən 2x-in çıxsan 3x eləyər. Bunu hər tərəfə 3-ə bölsək, olacaq nə? X böyükdür 3/1-dən. Bunu da 3-ə bölək, yəni 5 böyükdür x-dən. Yaxud, bu nə deməkdir? Yəni, x böyükdür 3/1-dən, x kiçik tərəfi, yəni x kiçikdir 5-dən. İndi bunu biz ədəd oxunda göstərsək, yəni 3/1 solda olar da hər halda kiçikdir. 5 isə sağdır. Demək, 3/1-dən böyük. Böyük, yəni sağa tərəf. Yəni, bizim bu bərabərsizliyin, birinci bərabərsizliyin həlli budur. 3/1-dən müsbət sonsuzluğa. X kiçikdir 5-dən, yəni 5-dən sola. 5-dən sola, yəni mənfi sonsuzluqdan 5-ə qədər. Bu, ikinci bərabərsizliyin həlli odur. Yəni, bunları belə göstərsək, kəskin hissəmiz haradır? Yəni, bu bərabərsizliyin həlli 3/1 5-dir. 3/1 5 aralığıdır. Amma bizdən deyir, böyük tam həllini tapın. Yəni, böyük 5 daxil deyil də. Çünki burada ciddi bərabərsizlik daxil ona görə. Demək, bundan 5 daxil deyilsə, ondan daha kiçik tam ədəd hansıdır? 4-dür də. Yəni, cavabımız 4 olar. O da C variantı. A parametrin hansı qiymətlərində bərabərsizlikləri eyni güclüdür? Bax, belə, AX böyükdür 4. Buradan hər tərəfi A-ya bölə bilərik. Amma bilsək ki, A müsbətdir. A müsbət olsa, bax, nə olar? A 0-dan böyük olarsa, yəni müsbət ədədə demək ki, bərabərsizliyin sağını və solunu bölə bilərik də. Yəni, müsbət olanda, A-ya böldük, orada A getdi, qalacaq 4 bölək A. Görürük ki, yəni, müsbət olanda bu istiqamət dəyişmir də, olduğu kimi yazırıq, yaxşı. Bu hal deyil. A kiçik olanda isə, A kiçik 0 olanda, demək, A-ya bölürüksə, demək, bunun istiqaməti dəyişməlidir. Yəni, A-ya bölürük, A-lar gedir, x kiçikdir 4 bölək A. Demək, həmin hal budur da. Demək, A 0-dan kiçik olanda bu hal doğru olur, eyni güclü olur. Yəni, A 0-dan kiçik bizim cavabımız olacaq B variantı. A parametrin hansı qiymətində bərabərsizlikləri eyni güclüdür? Bu da həmin tipli misaldır. X bölək A kiçikdir 6-dan. X böyükdür 6A-dan. Bunu götürək. X böyükdür 6A-dan. İndi, əgər A 0-dan böyük olarsa, bunu
yəni rahat bölə bilərik də. X bölək A böyükdür. Bunu da A-ya bölsə A-lar gedir, 6 qalır. Yəni istiqamət də dəyişmir. Amma burada görürsüz fərqlidir. Demək o hansı hal üçündür? A sıfırdan kiçik olanda. A sıfırdan kiçik olanda mənfiyə böldükdə, yəni bərabərsizliyin sağı və solu belə işarəsi dəyişir. Yəni x bölək A kiçikdir 6 olur. Və burada da yenə A sıfırdan kiçik olduqda D variantı bizim doğru cavabımız olar. Bərabərsizliyini həll edin. Bu cür demək, bərabərsizliyi həll edəndə bu ədəddir də. Ədədi müəyyən eləməliyik ki, mənfidir yoxsa müsbət. 2 çıxaq kök altında 5, bayaqki elə vermişdi. Bu 2,3 olsa, yəni mənfidir. Birinci mötərizə vuruğumuz mənfidir. Demək, böyük olması üçün bu da nə olmalıdır? Mənfi olmalıdır. Yəni sıfırdan kiçik olmalıdır. Yəni bu bərabərsizliyin əvəzinə 7 çıxaq 2x kiçikdir 0 bərabərsizliyini həll eləsək, demək, biz bu bərabərsizliyi həll etmiş oluruq. Yəni, bunlara da ehtiyac olmur. Demək, biri mənfidirsə, o birisi də mənfi olmalıdır ki, mənfini mənfiyə vuranda sıfırdan böyük olsun. Yəni, bu müsbət ola bilməz. Həmçinin bərabər ola bilməz, çünki bərabər yoxdur. Buradan 2x-i sağa keçirsəm, müsbət olacaq. 7 çıxılsın 2x. Hər tərəfi 2-yə bölsəm, 7 bölə 2 kiçikdir. Burada da 2-lər gedir, x qalır. Yəni, x böyükdür bundan. Bunu belə də yaza bilərik. X böyükdür. 7-ni 2-yə böləndə 3,5-dir. Yəni, 3,5-dən böyükdür nə deməkdir? 3,5-dən böyük, yəni sağa da 3,5-dən müsbət sonsuzluğa qədər. O da B variantı bizim cavabımız olacaq. 3,5 daxil deyil. Doqquz da həmin tipli misaldır. Bax, kök altında 10 3-dən böyük ədəddir də. Böyüyü çıxdıqda bu mənfi olur. Bu kiçikdir. Demək, 2x-5 mənfi olmalıdır müsbət. Əlbəttə ki, müsbət olmalıdır ki, mənfini müsbətə vuranda kiçik olsun. Yəni, sıfırdan kiçik olsun, mənfi ədəd olsun. Demək, bu müsbətdir. Demək, 2x-5 müsbətdir, o deməkdir ki, böyükdür 0. Buradan da 2x, 5-i sağa keçirdirəm 5, 2-yə bölsəm 5 bölə 2. Demək, x böyükdür 2,5-dən. 2,5-dən böyükdür nə deməkdir? 2,5 buradırsa, böyük sağa. 2,5-dən müsbət sonsuzluğa. 2,5-dən müsbət sonsuzluq. 2,5 daxil deyil. A variantı. İlkin hansı natural qiymətində 3y+5 ədəsinin qiyməti 5y-2 ədəsinin qiymətindən kiçik deyil. Kiçik deyilsə, demək, böyük bərabərdir. Məsəl üçün, böyük deyil yazsaydı, demək, kiçik bərabərdir. Yəni, 3y+5 ədəsinin qiyməti 3y+5 ədəsinin qiyməti 5y-2 qiymətindən kiçik deyil, yəni böyük bərabərdir 5y-2-dən. Buradan 3y-i sağa, mənfi 2-ni sola. Mənfi 2-ni sola keçsə müsbət olacaq. 5 üstə gələ 2 böyük bərabərdir. 5y-dən də 3y-ni çıxarır. Burada nə alındı? Burada 7, burada da 2y. 2-yə bölsəm hər tərəfi 7 bölə 2 böyükdür, bərabərdir y-dən və yaxud y kiçikdir 7-ni 2-yə böləndə 3,5-dən. Bizdən nə soruşur? Y-in hansı natural qiymətdən? Yəni, əslində bu, yəni budur da. Mən 3,5-dən kiçik ədəd oxunda göstərək. Kiçik, yəni sola. Bundan əvvəl nə gəlir? 3 gəlir, 2 gəlir, 1 gəlir. Sonra 0 və mənfi sonsuzluq. Demək, natural qiymətlər bu 3 dənədir. 1, 2, 3. 1, 2, 3. Bizim A variantı doğru cavabımız olar. İlk dəyişən hansı qiymətlərində? Çünki ifadəsinin qiyməti 9-dan böyük deyil.
böyük deyilsə, demək kiçik bərabərdir. 3y plus 12 kiçikdir, bərabərdir 9-dan. Onda 12-ni sağa keçirsəm, 9 çıxaq 12. 3y kiçikdir, bərabərdir, -3. Hər tərəfi 3-ə bölürəm, olar -1. -1-dən kiçik, yəni sol tərəfə. Mənfi sonsuzluqdan -1-ə. Mənfi sonsuzluqdan bir dəqiqə, mənfi sonsuzluqdan -1-ə. Bir də daxildir, bərabərdir, yəni bu da daxildir. İndi A variantı bizim həllimiz olar. Bərabərsizlər heyətini həll edin. İndi heyətlə bərabərsizlər sisteminin fərqini indi diqqət yetirək. Demək, bu da həminki qayda ilə həll olunur. Heyəti belə bu cür işarələnir. Neyniyək? 3x, demək, 2-ni sağa keçirsək, 23-dən 2-sini çıxsaq, 21. Burada 2x, -5-i sağa keçirsəm, 1 plus 5, 6 eləyər. Buradan, yəni 3-ə bölsəm, x böyükdür 7-dən. Burada da 2-yə bölsəm, x kiçikdir, demək 3-dən. Ələ doxunda göstərək bunu. Bunu belə yox. Ədəd oxunda göstərsək, yəni 7-dən böyük, bu 7 olsun, burada 3, 7-dən böyük sağa, yəni 7-dən müsbət sonsuzluğa və 3-dən kiçik, mənfi sonsuzluqdan 3-ə qədər. Bunlar daxil deyil. Demək, onda neyniyərik? Yəni, alınır nə? Mənfi sonsuzluqdan 3-ə qədər, 3 daxil deyil. Yəni, bizim həllimiz olur həmin, bax, bu aralıqlarda birləşməsi. Yəni, bərabərsizlər sistemi olsaydı, bu deyəcəkdik ki, bunun həlli yoxdur. Çünki kəsişmə yoxdur. Amma heyətdə fərqlidir. Bu birləşməsini götürürük. Demək, 7-dən müsbət sonsuzluğa. Mənfi sonsuzluqdan 3-ə, 7-dən müsbət sonsuzluğa C variantı. Bu da eyni tipli misaldır. Bunu da həmin qayda ilə həll edirik. 5x bərabərdir. 2-ni sağa keçirsəm, 28-in üstə 2 gəlsək, 30 eləyər. 3x kiçikdir. 5-i sağa keçirdim. 4 üstə gəl 5, 9. Biri qeyri-ciddi, biri ciddi bərabərsizlik. Birinci bərabərsizlikdir. 5-ə bölsəm hər tərəfi 6. 6-dan böyük bərabərdir. İkincini isə 3-ə bölsəm, kiçikdir 3-dən alınır. 6-dan böyük, 3-dən kiçik. Yəni 3, 6 olsa, 6-dan böyük, yəni sağa. Bizim həllərimiz bura olacaq. Bu da daxildir. 6 da daxildir, bərabərdir. Yəni qeyri-ciddi bərabərsizlik. Burada isə 3 isə daxil deyil. Buradan kiçik, sola. Yəni mənfi sonsuzluqdan 3-ə. Yəni aldıq mənfi sonsuzluqdan 3-ə. 3 daxil deyil. Birləşir. 6-dan müsbət sonsuzluğa. Mənfi sonsuzluqdan 3-ə, 6-dan müsbət sonsuzluğa A variantı. Bərabərsizlər heyətini həll edin. Həmin tipli misaldır. 4x, 3-ü sağa keçirsəm 16. 3x, 2-ni sağa keçirsəm 20-dən 2-sini çıxsaq 18. Bunu 4-ə bölərəm. X böyükdür 4-dən. Bunu 3-ə bölərəm. X kiçikdir 6-dan. Yazaq görək. Yəni 4-dən 4 və 6. 6-dan kiçik, yəni sola. 4-dən böyük, yəni sağa. Yəni, bu cavablar nə olur? Yəni, bizim həllimiz, yəni, 4-dən böyük birinin həlli budur.
O birisinki isə bu. Yəni, belə görsənir ki, bütün ədəd oxunda həll var. Bu heyətin həlli var da, yəni birləşməni götürsək, yəni bütün ədəd oxunda mənfi sonsuzluqdan müsbət sonsuzluq. Cavabımız olacaq B variantı. Heyətini həll edin. Bax, demək 2x böyükdür. 6-dan 4 gəlsə üstünə 10. Burada isə 5x çıxaq 40. Bunu 2-yə bölsək x böyükdür 5-dən. 5-ə bölsək kiçikdir 8-dən. Bu da həmin tipli misaldır. 5 və 8. 5-dən böyük sağa, 8-dən böyük sola. Yəni, bütün ədəd oxunda heyətin həlli var. Yəni, mənfi sonsuzluqdan müsbət sonsuzluğa. C variantı. Bərabərçilər heyətini həll edin. 6x böyük bərabər 1-i sağa keçirsəm 30 olar. 3x mənfi 4-ü sağa. 11 üstə gəl 4, 15 eləyəcək. Bunu 6-ya bölürəm. X böyük bərabərdir 5-dən. 3-ə bölürəm. X kiçikdir bərabərdir. Neçədən? 5-dən. İkisi də, yəni bax 5-dən. İndi baxaq. 5-dən böyük bərabər. 5-dən böyük bərabər. Yəni sağa. 5-dən müsbət sonsuzluğa olur da. Və həmçinin 5-dən kiçik bərabər sola. Yəni bu həlli birləşdirsək, görürük ki, yenə bütün ədəd oxu oldu. Mənfi sonsuzluqdan müsbət sonsuzluğa A variantı olacaq. Yəni 5 də daxildir də, çünki bərabərdir var. Əgər burada, yəni böyükdür bərabər yox, ancaq ciddi bərabərsizlik olsaydı, bərabər olmasaydı, yəni yazacaqdıq. Mənfi sonsuzluqdan 5-ə qədər birləşir, 5-dən müsbət sonsuzluğa. Növbəti. Bərabərçilər heyətin deyir, yazın. 7x minus 2 böyük bərabərdir 12. 4x minus 3 kiçik bərabərdir 5. Demək, buradan 7x böyükdür bərabərdir 12-dən üstə 2 gəlsək 14. 3-ü sağa keçsəm 8 olar. 4x kiçikdir 8-dən. Bunu 7-yə bölsək x böyük bərabər 2-dən. Bunu da 4-ə bölsək x kiçik bərabər. Bu da 2 eləyər. Yazaq, bu 2 olsun, 2-dən böyük bərabər sağa, bu da daxildir. Buradan 2-dən böyük bərabər sola. Kiçik bərabər sola. Yəni, mənfi sonsuzluqdan 2-yə qədər, 2-dən müsbət sonsuzluq, 2 də daxildir. Onları birləşdirsək, yəni bütün ədəd oxu bizim həllimiz olacaq. 2 daxil olmaqla. Müsbət sonsuzluğa. B. Bərabərçilər heyətini həll edin. Demək, 2x 3-ü sağa keçirtdim, 8 olacaq. 5x 2-ni sağa keçirsəm 20 olar. Biri böyük bərabərdir, biri kiçikdir. Biri ciddi, biri qeyri-ciddi bərabərsizlik. Buradan x böyükdür bərabərdir. 2-yə bölsəm 4. Buradan da 5-ə bölsəm kiçikdir 4-dən. İndi baxaq görək nə alınır. Bu 4-dür. 4-dən yəni, bax, biri 4-dən böyük bərabərdir, müsbət sonsuzluğa. Yəni, 4-dən müsbət sonsuzluğa 4 də daxildir. Biri də sola, yəni ki, mənfi sonsuzluqdan 4-ə qədər də, mənfi sonsuzluqdan 4-ə qədər.
Bu daxildir. Əgər bunu birləşdirsək, bunu 4 də həldir də, yəni 4 birində həldirsə heyət üçün kifayət eləyir. Misal üçün kəsişmədə o cür ola bilməzdi. Yəni 4 demək həldir. Həmçinin bunlar onda 4 həldirsə bütün ədəd oxunda olur da, mənfi sonsuzluqdan müsbət sonsuzluğu olur. O da D variantı olacaq. Bərabərsizlik heyətini həll edin. Demək 3x 2-ni sağa keçirdim 18. 4x 1-i sağa keçirtsəm 25-dən 1-ini çıxsam 24. Bunu 3-ə bölürəm. X böyükdür 6-dan. 4-ə bölsək x kiçikdir 6-dan. Bu da heyətdir. Yəni həmin tipli misaldır. Bu da mənfi sonsuzluq, müsbət sonsuzluğa çox verdilər belə. C variantı. Bərabərsizlik heyətini həll edin. Demək 2x plus 4 böyükdür 18. 5x minus 2 kiçikdir 33. Heyət. Mən bunları heyət yadımdan çıxır, sistem kimi yazıram. Demək 2x 4-ü sağa keçirsək 14 olacaq. Burada da demək 2-ni sağa keçirsək 35, yəni 5x kiçikdir 35-dən. 2-yə böldüm, x böyükdür 7-dən. Burada isə 5-ə bölsəm, x kiçikdir 5-dən. İndi burada bərabərdir, yoxdur. Bu halda nə olur? Yəni, 5 eləmir, burada 7 eləyir. Bu halda, yəni 7-dən böyük, yəni daxil deyil də bu, 7-dən sola da, sağa da. Yəni 7-dən böyük, 7-dən müsbət sonsuzluğa, 7 daxil deyil və həmçinin mənfi sonsuzluqdan 7-yə qədər o da daxil deyil. Bunların birləşməsi olacaq da. Burada artıq 7, bir dənə 7 demək həllidir. Qalan bütün ədəd oxu bərabərsizlik heyətinin həllidir. Mənfi sonsuzluqdan 7-yə və 7-dən müsbət sonsuzluğa. D. Bərabərsizlik heyətini həll edin. Bu da yəqin onun kimi olacaq. Böyükdür 26-dan 2-sini çıxsaq 24. 4x 3-ü sağa keçirsək 32. Demək 3-ə bölürəm. X böyükdür 8-dən. 4-ə bölsək x kiçikdir 8-də. Bu da həmin tipli misaldır. Bir dənə 8 aid olmur da. Yəni yazarıq elə dərhal. Yəni mənfi sonsuzluqdan 8-ə qədər birləşir 8-dən müsbət sonsuzluğa. Mənfi sonsuzluqdan 8-ə, 8-dən müsbət sonsuzluğa A variantı. 22-də bərabərsizliyin ən böyük mənfi tam həllini tapın deyir. Bax, pi-ni bilirik ki, qiyməti nəyə bərabərdir? Təxminən 3,14 neçəsə. Kök altında 19 bəs necə? Təxminən 4-ün kvadratı 16 eləyir. Yəni 4,3 falan eləyir də təxminən. Yəni belə bəlli olur ki, kök altında 19 pi-dən böyükdür. Yəni pi-dən azdan çoxunu çıxanda mənfi eləyir də. Bu ifadə mənfidir. Sürət, əgər bu ifadə müsbət olması üçün, sıfırdan böyük olması üçün gərək sürət də mənfi ola, yəni sıfırdan kiçik ola ki, bunları bir-birinə böləndə müsbət alır da, sıfırdan böyük olur. Yəni x minus 1,4 kiçikdir, bərabər də var. Bərabər 0 olmalıdır. Buradan da x kiçikdir, bərabərdir 1,4. Yəni aralıq nə olur? 1,4-dən kiçik. Bu da daxildir.
Yəni həllimiz bax buradır. Yaxşı. Burada da ən böyük mənfi tam həlli. Bu mənfi 1,4. Yox, 1,4. Bundan əvvəl tam ədədlər hansıdır? 1-dir, sonra 0 gəlir, sonra mənfi 1. Demək, ən böyük mənfi tam həlli mənfi 1 olacaq da. Bu müsbət 1 olmayacaq. Çünki mənfi soruşur axı. Ona görə doğru cavab B variantı olar. Bərabərsinin ən böyük mənfi tam həllini tapın. Burada da yəni görürük ki, bu pi 3,14-dür qiyməti. Kök altında 17 4,4 neçə eləyir də? Yəni 4-dən böyük qiymət alır. 17 təxminən 4,1 qiymət alır. Yəni 3,14 çıxaq 4,1, yəni mənfi ədəddir. Bunun böyük olması üçün demək sürət də mənfi olmalıdır. Sıfırdan kiçik olmalı. 2 bir-birinə böləndə, mənfini mənfiyə böləndə sıfırdan böyük qiymət alır, müsbət qiymət alsın. Yəni x 1,5 kiçik bərabərdir 0. Bərabərsizliyini həll etsək, bu bərabərsizliyin həlli olar. X kiçik bərabərdir 1,5. Burada da yenə ən böyük mənfi tam həllini tapın. Orada da mənfi 1 olacaq da cavab. Bayaq göstərmişəm. Bərabərsizliyini həll eləyin. Bunu yoxlamaq lazımdır ki, məxrəc mənfidir, müsbət. 11, 9-dan kök 3 çıxır. Demək, 11-dən 3-dən böyük qiymət çıxır. Yəni, bəlli olur ki, bu mənfi ədəddir. Yəni, bu ifadə 3 çıxaq kök altında 11, 0-dan kiçikdir, mənfidir. Bu böyük olması üçün sürət də mənfi olmalı. Yəni, 2 minus x də 0-dan kiçik olmalı. Buradan da mənfi x, 2-ni sağa keçirsəm mənfi 2, mənfi 1-ə vursam, mənfi ədədə vuranda bilirik ki, işarənin istiqaməti dəyişəcək. Həmçinin bunların işarələri dəyişir. Demək, x 2-dən böyükdür. Bərabərsizliyi həll edin. Cavabımız 2-dən müsbət sonsuzluqda olacaq. Bərabərsizliklər sisteminin ən kiçik tam həllini tapın. Burada kəsir məxrəcində 2, 3 var. Gəlin 6-ya vuraq. Ortaq vuraq hər tərəfi kəsirdən qutaraq. Demək, 2x-i 6-ya vurdum, 12x çıxaq. Demək, 6-ya vursam bunu, 6 ilə 2x sayıya 3 qalar. Yəni, 3 vurulacaq 3x minus 1-ə. Böyükdür. Buradan da 6-ya vursam 3 ilə 6x sayıya 2 qalar. 2 vuraq 2. 4 olacaq. Burada demək, 8, 2x-i sağa, mənfi 5-i sola keçirdək. Yəni 5 çıxaq 2 olar. Kiçikdir. 8x çıxaq 2x. Buradan demək 12x çıxaq 9x üstə gəlir. Mənfi 2 mənfi 1-ə 3 eləyər. Böyükdür 4-dən. Burada nə qaldı? 7 kiçikdir 6x-dən. 7 niyə? 5-dən 2 çıxarsaq 3 qalar. Aha. Bu elədi. 12-dən 9-un çıxdım. Qaldı 3x. 3-ü sağa keçirdim. 4 çıxaq 3. 1 eləyər. 1-dən böyükdür 3x. Burada isə 3 6x-dən. Gəlin bunu 3-ü ixtisar 6-ya bölsək. 3 bölək 6. Burada da 6-ya bölsək 6-lar gedər, x qalar. Yəni, aldıq nə? Burada 3-ə bölərik. X böyükdür 3-də 1-dən. Burada da 2-də 1 qalır. Yəni, x böyükdür 2-də 1-dən. Aldıq nə? Bilirik ki, 3-də 1, 2-də 1-dən kiçikdir də. Bu da olsun 2-də 1. 3-də 1-dən böyük belə, bir də 2-də 1-dən böyük. Yəni, o 3-də 1-dən böyük həlli nədir? Bu bərabərsizliyin həlli 3-də 1-dən müsbət sonsuzluqadır. 3-də 1 daxil deyil. Ciddi bərabərsizlikdir. Bir də bir həlli də 2-də 1-dən böyük. Yəni 2-də 1-dən müsbət sonsuzluğa. Bunların kəsişən hissəsi hara olur? Kəsişən hissəsi
2də 1-dən müsbət sonsuzluğa olur da. 2də 1-dən müsbət sonsuzluğa. 2də 1 də artıq onun içində yox, getmir də. Bu aid deyil. Hə, 2də 1 də aid deyil. Sistemin ən kiçik tam həllini tapın. 2də 1-dən sonra hansı tam həll gəlir? Yəni 0,5-də 1 gəlir də, 1. Cavab olacaq 25-də B variantı. Tənliklər sistemin ən böyük tam həllini tapın. Və bunu 4-ə vurarıq, bunu da 5-ə. 3-ü 4-ə vurdum, 12. Bunu 4-ə vursaq 4-lər gedər, x qalar. Bu x'i də 4-ə vurdum, 4x elədi. Burada nə qaldı? X çıxar, 5-ə vursaq 5x. 5-ə vursaq 5-lər gedər, x minus 4 qalacaq. Mötərizədə yazarıq və onu da açanda minus x, qarşısında mənfi var. Mənfi də müsbət olacaq. Üstəgəl 4, böyükdür 1. Bunu da 5-ə vurmalım, 5 eləyər bu da. X-i sağa keçsin 5x eləyəcək. Yəni 12 böyükdür 5x-dən. Buradan da 5x-dən x-in çıxsam 4x. 4-ü sağa keçsin 5 çıxaq 4, 1 eləyər. Buradan x nə? X kiçikdir. Yəni 5x kiçikdir 12-dən də. Yəni x kiçikdir 12 bölək 5. O birisində isə 4-ə bölərik. X böyükdür 4-də 1. Yəni 12, 5, 2,4 eləyir bu təxminən. Bu da neçədir? 0,25-də. 0,25. İndi ən böyük tam həllini tapın. Və 0,25 solda gələcək də kiçikdir. 2,4-də olsun burada. Deyir, x-imiz 2,4-dən kiçikdir, yəni sola həllər belə olacaq. Mənfi sonsuzluqdan 2,4-ə qədər. Bu nədir? X-dir bu. X 0,25-dən böyük. 0,25, yəni onlar da heç biri aid deyil də. Bax, bura deyil. Böyük sağa. Yəni belə. Tənliklər sisteminin kəsişən hissəsi bizim həllimizdir. Yəni 0,25-dən 2,4-də bunlar da aid deyil. Bizdə ən böyük tam həllini, yəni bax 2,4-dən kiçiyi olacaq da 2. Yəni 3 bura aid deyil. 2 demək bizim həllimizdir. O da A variantı. Bərabərçilər sisteminin tam həllərinin cəmini tapın deyir. Mötərizələrə vuraq bu 3x-i. 3x vurduq x-ə 3x kvadrat, çıxaq 3x-i 2-yə vurduq 6x minus 3x kvadrat, mənfi x-i mənfi 1-ə vurduq, müsbət x eləyər, kiçik minus 8x, onu da keçirdək bu tərəfə, kiçikdir 0. 3x kvadratlar get. Sonra burada bunları da yazaq. X-ləri bir tərəfə yığaq, ədədləri bir tərəfə, 1,5x, bu 1,1x-i keçirdək sola. Kiçikdir. Mənfi 4,8-i sağa keçirsə müsbət olacaq. 4,8 çıxaq 1,2. 3x kvadratları islah olar. Mənfi 6x, müsbət x. Mənfi 6x-dən mənfi 8x, mənfi 14x eləyir. Üstünə də x gəlsək, mənfi 13x eləyəcək. Yəni alırıq nə? Mənfi 13x. Kiçikdir 0-dan. Sonra burada nə qalır? 0,4x kiçikdir 3,6-dan. Bunu mənfiyə vursaq, yəni mənfiyə bölsək mənfi 13-ə. Yəni x böyük 0 olacaq. Buradan isə 0,4x-ə bölsək
36-nı elə bir 4-ə bölürük də 9 düşəcək. X kiçikdir 9-dan. Yəni 0-dan böyük, 9-dan kiçik. Sistemin tam həllərinin cəmini tapın. 0 buradır, 9 da buradır, eləmi? 0-dan böyük, yəni sağa, 9-dan kiçik sola. Yəni bu aralıqdakı tam ədədlərdən söhbət gedir. Orada nədir? 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir, 6-dır, 7-dir, 8-dir. Yəni bunlar daxil deyil də, 0 ilə 9 daxil deyil. Bunların demək cəmini soruşur. 1, 2, 3, 6, 10, 15, 21, 28, 36 eləyəcək. Cavab olacaq D variantı. Bu da eyni qaydadadır. 2x-i vurduq mötərizəyə 2x kvadrat. Çıxaq mənfi 1-ə vursaq 2x minus 2x kvadrat. Mənfi x-i mənfi 1-ə müsbət x. Bu x-i də sola keçirdirəm. Çıxaq x kiçikdir 0. Bunlar islah olar, bunlar islah olar. Hələ bu birisi var. Buradan da 0,5x, 0,2x-i sola keçirdəm. 3,7-ni, mənfi 3,7-ni sağa. Buradan 0,5x çıxaq 0,2x kiçikdir. 3,7-ni sağa keçirsəm müsbət olacaq. 3,7 çıxaq 0,7. Burada qaldı mənfi 2x kiçikdir 0. Burada 0,3x kiçikdir 3-dən. 3,7-dən 0,7 3 qalar. Buradan yəni mənfi 2-yə bölsək hər tərəfi. İşarə istiqaməti dəyişəcək, bərabərsizliyin böyükdir 0 olacaq. 0-ı mənfi 2-yə böləndə 0 eləyər. Sonra bax, bunu elə bir ki 10-a vursaq, bu 3 olar, bu da 30. 30-u da 3-ə böləndə neçə düşər? 10 düşər. Demək, x kiçikdir 10-dan. Demək, 0-dan böyük, 10-dan kiçik. 0-dan böyük, 10-dan kiçik. Bunlar da daxil deyil. Ciddi bərabərsizlikdir. Yəni, bunu aralığa düşən tam ədədlərin cəmini deyir. Tam ədədlərin cəmini tapın. Burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 da var. 10 ancaq aid deyil də. Bax, 1 ilə 9, 10, 2 ilə 8, 20, 3 ilə 7, 30, 4 ilə 6, 40, 45. Bərabərdir 45-ə. Cavab B variantı. Bərabərsizliyin ən kiçik tam həllini deyir tapın. Məxrəcləri 3, 2, 3-dür. 6-ya vursaq bərabərsizliyin sol və sağ tərəflərini. Hər tərəfini 6-ya vursaq kəsirdən qurtular. Bunu 6-ya vursam, 6 ilə 3 çıxacaq gedər 2 qalar. 2 vurulacaq x plus 5-ə. Minus 6-ya vursaq, demək 3 qalar 3x olacaq. Kiçikdir. 4-ü 6-ya vurdum 24. 6-ya vursam bunu, 6 ilə 3 çıxacaq gedər 2 qalacaq. Üstə gedə 2 vurulsun x plus 3. Mötərizələri də açaq. 2x plus 10 çıxaq 3x kiçikdir 24. Üstə gedə 2x plus 6. X-ləri bir tərəfə yığaq. 2x-dən mənfi 3x çıxanda mənfi x qalır. Bu 2x-i də gətirirəm onun yanına. Müsbət idi, mənfi oldu. 24, 6, 30 elədi mi? 10-u da sağa keçirsəm, çıxaq 10 olacaq. Burada alındı mənfi 3x. Kiçikdir 20-dən. Burada aldıq nə? Mənfi 3-ə bölsək, demək, istiqaməti dəyişəcək. X kiçikdir, böyük olacaq. 20 bölək, mənfi 20 bölək 3. Yəni, bu da təxminən nə qədər eləyir? Ya elə təxminən yox. Yəni, x böyükdür, mənfi 23-ə böləndə mənfi demək 6-dan
3'də 2. Ədəd oxunda göstərək. 6-dan, -6-dan 3'də 2. İndi bunun sağında nə olacaq? -6 olacaq da. Bu 6-dan 3'də 2 də. Sonra -5 gəlir. Sonra -4 gəlir. Ən kiçik, demək x bundan böyükdür də 6-dan 3'də 2-dən. Yəni qiymətlər çoxluğu -6-dan 3'də 2-dən müsbət sonsuzluğa qədərdir. Demək 6-dan 3'də 2 tam ədəd, ən kiçik tam həllini deyir tapın. Ən kiçik -6-dan 3'də 2 əgər kiçik bərabər olsaydı olardı. Amma tam deyirsə -6 da ora daxildir də. -6 da bu aralığın içindədir və ən kiçiyidir də. Ona görə C variantı doğru olacaq. M-in hansı qiymətlərində bərabərsizlik, demək bu bərabərsizliklərlə eyni güclüdür. Gəlin bunu qruplarına ayıraq. A kvadrat minus B kvadrat, 5'in kvadratıdır bu. M plus 5 x böyükdür. Demək, M bunu yazaraq M minus 5 qruplarına ayıraq. M plus 5. İndi biz əgər hər tərəfi M plus 5'ə bölə bilərik. Ancaq M-in müsbət və ya mənfi olduğunu bilməyəcək. Fərz edək ki, M plus 5 sıfırdan böyükdür. Sıfırdan böyük olanda bu işarə olduğu kimi qalır. Yəni, ixtisar edib bölsəm hər iki tərəfi M plus 5'ə. Onda x böyükdür, M minus 5 alır. Bundan eyni güclüdürmü? Xeyr, eyni güclü deyil. Görürsünüz, yəni, bax, burada bu kiçikdir M-5 amma bu böyükdür M-5. Onda demək bu M+5 sıfırdan böyük deyil. M- belə sıfırdan kiçikdir, mənfi ədəddir. Yəni biz daha doğrusu M+5 sıfırdan kiçikdir. Kiçik olanda mənfi ədədə biz bilirik ki, bərabərsizliyin sağ və sol tərəfini böləndə onun istiqaməti dəyişir bu bərabərsizlik işarəsini. M+5'ə bölürüksə, əgər biliriksə ki, mənfidir, onda x kiçik olur M-5'dən. İstiqaməti dəyişdi. Bunlar getdi də M+5'lərə böləndə bu M+5'lər gedir. Yəni, bununla da eyni güclü olur. Bax, görürsünüz, eyni həmin bərabərsizlik alınır. Yəni, bizim hansı cavabımız nə olacaq? M+5 sıfırdan kiçikdir. Buradan da M kiçikdir, -5'dən. Bu nə deməkdir? Yəni, -5 buradadırsa, ondan kiçik sola, mənfi sonsuzluqdan -5'ə qədər. Yəni, cavabımız mənfi sonsuzluqdan -5'dir. -5 də daxil deyil. Bu da E variantı doğru olar. İki müəllim şagirdlərə kitab bəxşiş etmək istəyir. Bütün şagirdlər üçün birincinin 24 kitabı, ikincinin isə bir kitabı çatmır. Onların birlikdə də şagirdlərə bəxşiş etmək üçün kitabları çatmır. Sinifdə neçə şagird var? Köhnə məsələdir. Demək ki, bunu nə edəyək? Müəllim şagirdlərin sayını x ilə işarə edək. Sayını x ilə işarə edək. Müəllimlər, iki müəllimdir də. Müəllim şagirdlərə kitab verməsi üçün ən azından 24 kitabları olmalıdır da. Yəni, onların kitabları 24'dən çox olmalıdır. Ən azı 24 olmalıdır. Yəni, 24'dən böyük bərabər olmalıdır ki, bu şagirdlərə kitab versin, hamısına çatsın. İndi ancaq bir məsələ var ki, demək, bütün şagirdlər birincinin 24 kitabı, ikincinin isə bir kitabı çatmır. Birinci müəllimin neçə kitab olmalıdır ki, şagirdlər demək 24 kitabı çatmır. Demək, x çıxaq 24 olur da onun kitablarının sayı. 24 dənəsi çatmırsa, şagirdlərin sayından çıxsaq, yəni onun kitablarının sayı bu birinci müəllimin kitablarının sayıdır. İkinci müəllimin kitablarının sayı bir kitabı çatmır. Yəni bir kitab da olsa, yəni şagirdlərin sayından bir kitab azdır.
1 azdır. Onun da demək ikinci müəllimin də kitablarının sayı x-1-dir. Bunlar deyir, hətta birlikdə də şagirdləri bəxş etmək üçün kitabları çatmır. Yəni indi birlikdə bunların kitabları neçə olur? Biri x-24-dür. O birisi də x-1-dir. Çatmır deyəndə, yəni şagirdlərin sayından azdır da, x-dən azdır. Bərabər deyil, yəni deyir çatmır. Bunları toplasaq, 2x-25 kiçikdir. X-i də sola keçirdək, 25-i sağa keçirdərik. Qoy yazaq belə, demək 2x x-i sola, 25-i sağa, 25. Bu oldu neçə? X kiçikdir 25-dən. Demək 25-dən kiçik şagirdlərin sayı 25-dən az olmalı. Bu şagirdlərin sayı. Sinifdə neçə şagird var? 25-dən az, yəni ən az burada da bu şərt ödənməli. 24-dən böyük bərabər. Demək, bu iki şərtdən 24, bir də 25. Eləmi? 24 daxildir. 25 isə yox. Yəni bizim həllər çoxluğumuz buradır. 24, 25. Yəni indi hissə olmayacaq ki, tam ədəd olacaq da bu şagirdlərin və yaxud kitabların sayı. Yəni 24 olacaq da bizim cavabımız. 24-dən böyük, 25-dən kiçik. Amma 25 bərabəri olmadığı üçün 25 götürə bilmərik. 24 götürəcək. Cavabımız E variantı olacaq. Bərabərsizliyini həll edin. Kvadrat 0-dan %4. Gəlin, vuraq açaq və kvadrata yüksəlsək, x kvadrat çıxaq. 0,2 x edir, onu da 2-yə vursaq, 0,4 x eləyər. Bunun da kvadratı üstə gələr 0,04 olar. Çıxılsın, bunları bir-birinə vursa. Bu x kvadrat minus 0,2-nin kvadratıdır. Qarşısında da mənfi olduğu üçün minus x kvadrat. Bu minus 0,4 idi. İndi qarşısındakı mənfi onu plus 0,4 eləyər. Böyükdür 0,4-dən. Belə eləyək. Bu x kvadratları islah olar. Bu 0,4 ilə 0,4-ün biri islah olar. Qaldı burada nə? Mənfi 0,4x, bir də bu. Mənfi 0,4x. Bunu da sola keçirsəm, sağa keçirsəm, 0,4. Onu deyim ki, yəni bunu belə deyə bilərik. Bax, mənfi 0,4x-i sağa keçirdərəm, kiçik tərəfini yazaram. Sağa keçirsəm, onu 0,4x kiçikdir. Yəni, kiçik hissəsi ona düşəcək də birbaşa. Bu da 0,4-dür. Yəni, bunu da mənfiyə vursaq, mənfi 1-ə tutaq ki, bu hal alınır. İndi kimə nə cür uyğundur, o cür də həll eləsin. İndi bunu 100-ə vursam hər tərəfi, burada neçə alınacaq? 40 alınır, 40x kiçikdir, burada da 4. Yəni, x kiçikdir, 40-a bölərəm hər tərəfi, 40 bölək, 4 bölək 40. Bu nəyə bərabərdir? 10-da 1-ə, yaxud da 0,10-da 1-ə. Yəni, x-imiz 0,1-dən kiçikdir. X kiçikdir 0,1-dən. Nə deməkdir? 0,1 buradadırsa, yəni solda, mənfi sonsuzluqdan 0,1-ə qədər bizim bu bərabərsizliyin həlləri olacaq. 0,1 daxil deyil, ciddi bərabərsizlikdir. Mənfi sonsuzluqdan 0,1-ə A variantı. Bərabərsizliyini həll edeyim. Burada da kvadrata yüksəldək. X kvadrat plus 6x eləyər, plus 9. Mənfi x-ə vurdum, x kvadrat. Qarşısındakı mənfi onu mənfi eləyəcək. X-i mənfi 2-yə vuranda mənfi 2x, qarşısındakı mənfi müsbət 2x. 3-ü x-ə vurdum, 3x, qarşısındakı mənfi minus 3x. 3-ü mənfi 2-yə, mənfi 6, qarşısındakı mənfi onu müsbət 6 eləyəcək. 3-ü mənfi 2-yə, mənfi 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 6 eləyəcək. 3-ü
Bu onu da elə keçirdirəm bura. Minus 10 böyükdür 0. Burada nə qaldı? X kvadratlar getdi. 6x, 2x, 8x, 3x çıxsam 5x eləyər. 5x. 9, 6, 15. 15-dən də 10'un çıxsam 5 qalar, eləmi? Müsbət 5. Böyükdür 0. 5x. 5'i sağa keçirdərəm. Mənfi 5. Mənfi 5'ə bölsəm, hər tərəfi 5'ə bölsəm, yaxud 5'də 1'ə vursam, x böyükdür. Yəni müsbət 5'ə bölürəm də mənfi 1 alınacaq. X böyükdür, mənfi 1. Yəni mənfi 1'dən müsbət sonsuzluğa. O da E olar. Bərabərsizliyini həll edin. Bu ədəddir. Bunu müəyyən edək, mənfidir, yoxsa müsbət. Baxın, bunu yəni bu 2, 1,7-də 6-dan kiçik ədəddir də, bax bu. Ya 3'ü içəri salsaq, 3'ü içəri salsaq, 9 kimi girəcək. 9 vuraq 2, 18 olacaq. Çıxaq 6. Yəni 18-dən də 4 ilə 5 çıxar. 4 tam neçə çıxırsa da 4,2 ilə o da 6-dan kiçikdir. Yəni alınan ədəd mənfidir. Yəni məxrəc mənfidir. İndi buna vuraq hər tərəfi. Hər tərəfi buna vuraq. Yəni mənfi ədədə vuraq. Mənfi ədədə bilirik ki, vuranda bunun istiqaməti dəyişəcək. Böyük idi, indi kiçik olacaq. Yəni əgər ifadəni bu məxrəc ədədinə vursaq, onlar ixtisar gedir, qalacaq 3x minus 1. Böyükdür əvəzinə kiçikdir yazacaq. Çünki mənfidir bu. Şimdi sonra bunu da vuracaq. 2 kök altında 2 üstə gedək 4. Həmin bu ədədə. 3 kök altında 2 çıxaq 6. Buradan 3x minus 1 kiçikdir. Bunu bir-bir mötərizələri bir-birinə vuraq. Demək 3 kök altında 2. Belə, laf vuraq. 2 kök altında 2 vuraq, 3 vuraq, kök altında 2. Sonra 6 vurulur buna. Minus. 6'nı 2'ye vursam 12 kök altında 2. 4'ü vursam üstəgə 12 kök altında 2. 4'ü mənfi 6'ya minus 24. Biri də sağa keçirdərəm. 3x kiçikdir. Bax, buradan bunlar islah olur. Kök altında 2'nin kök altında 2'ye vuranda 2 eləyər. 4, o da 12. Bu 12 elədi. Bax, bu ifadə 12 elədi. Minus 24. Üstə gələk 1 də var orada. Biri də sağa keçirdim. 3x kiçikdir. Bu mənfi 12 eləyəcək. Bir də üstünə gələndə mənfi 11 eləyər. Yəni x kiçikdir, mənfi 11 bölək 3. Belə bir, yəni kiçikdir nə deməkdir? Yəni mənfi sonsuzluqdan mənfi 3'də 11'ə qədər. Burada daxil deyil. Aldıq cavabı. Mənfi sonsuzluqdan mənfi 3'də 11'ə qədər C variantı. Onsuz bərabərsizliyi həll edin. Yenə burada da bax, bunu müəyyən edək ki, bu mənfidir, müsbət. Yəni bu ədədə vuracaq ki, kəsirdən qurtulsun. Bərabərliyin sağını və solunu. 4 kök altında 6'nı gəlin. Bu 4'ü salaq kökün içinə. Eləyəcək neçə? 16 kimi girəcək də içəri. 16'nı 6'ya vuranda 96. 10'a yaxın eləyən 9-10 arasının kök çıxır da buradan 9'dan neçəsə. 9'dan neçəsə. Yəni bu 9'dan neçədirsə 10 çıxanda mənfi alınır da. Bəlli oldu ki, bu ifadə mənfidir. Bu ifadə mənfi ədəddir. İndi buna bölmək lazım. Vurmaq lazımdır hər tərəf. Buna vursam bu ixtisar gedəcək məxrəclə kəs. Qalacaq 2x minus 3. Mənfiyə vurduğumuz üçün bərabərsizliyin istiqaməti dəyişəcək sağa, yəni belə. Bunu indi vuracaq 5 üstə gedə 2 kök altında 6'nı.
vuracaq həmin bu ədədə. 4 kök altında 6 çıxaq 10. 2x minus 3 kiçikdir. İndi bunu vuraq. 5 vuraq 4 kök altında 6-ya 20 kök altında 6 eləyəcək. 5-i 10'a vursan minus 50 eləyər. 2 kök altında 6-nı vuraq 2 kök altında 6 vuraq 4 kök altında 6. 2 kök altında 6'nı 10'a vursaq minus o 20 eləyər də. 2'ni 10'a vuranda 20 kök altında 6. Bu 20 kök altında 6'lar islah oldu. Bu 3'ü də sağa keçirdəcəm. 2x kiçikdir. Bax 6 kök altında 6 ilə kök altında 6 eləyər. 6'nı da 8'e vursaq 48. 48 çıxaq 50 mənfi 2 eləyər. Bu mənfi 2 də sağa keçirsən plus 3 olacaq. Burada 1 alınır. 2x kiçikdir 1, x kiçikdir 2'də 1. 2'yə bölsəm hər tərəf. Yəni 2'də 1'dən kiçikdir nə deməkdir? 2'də 1 mənfi sonsuzluqdan 2'də 1'ə qədər. Bərabərsizlik ciddi olduğu üçün onlar 2'də 1 də daxil deyil. 2'də 1'dən mənfi demək 2'də 1'dən mənfi sonsuzdan 2'də 1'ə E variantı. A-nın hansı qiymətlərində tənliklər sisteminin şərti ödənər? A-nın hansı qiymətlərində? İndi burada biz belə eləyək də bərabərsiz x-i və y-i A ilə ifadə eləyək. Bax, bərabərsizlik kimi həll eləyək. Alt-alta çıxsaq. Nə olar? Bax, aşağıdakindən yuxarıdakini çıxaq. Y-i yox eləyək, x-i A ilə ifadə eləyək də, belə deyək. 3x-dən x-in çıxsan, 2x. Y-dən y-in çıxdın, getdi, onlar islah oldu. 6 çıxaq, nəyə bərabərdir? A-ya. Hər tərəfi 2-yə bölsən, x bərabərdir nəyə? 6 çıxaq A bölə 2. X-i bundan ifadə elədim. İndi qoyaq burada yerinə y-i A ilə ifadə eləyək. Və yaxud da bunu 3'ə vuraq. Elə də eləyə bilərik. Yəni x-in yerinə qoydum demək 6 minus A bölə 2 üstə gələk y bərabərdir A. Buradan y bərabərdir A çıxılsın bu. Yəni A çıxılsın bu olursa 2 orta məxrəc olar. Yəni 2A çıxılsın 6 minus A. Buradan y bərabərdir. Mötərizəni açsam minus 6 plus A olacaq. Yəni 3A minus 6 bölə 2 olar. Y də bu. Bizdən deyir ki, şərti sisteminin A-nın hansı qiymətlərində bu şərt ödənər? X böyükdür 0. Yəni x-in yerinə gəlin elə bu A ilə olan ifadəni götürək də. O da elə x-dir də. 6 çıxaq A bölə 2 böyükdür 0 şərti ödənməlidir. 2'yə vursam hər tərəfi 6 çıxaq A böyükdür 0. Demək 6'nı sağa keçirsəm mənfi 6 eləyər. Mənfi 1'ə vursam hər tərəfi bunun istiqaməti dəyişəcək bərabərsizliyim. A kiçikdir 6 olacaq. O 6'dan kiçik. Bu şərti ödənməsi üçün də A neçə olmalıdır? Y-i də tapaq. Y bu olmalıdır. Bax bu cürədə. Y böyük bərabər 0. Y-in yerinə də bax A ilə ifadəsini yazırıq. 3A minus 6 bölə 2 böyükdür bərabərdir 0. Hər tərəfi 2'yə vursam 3A minus 6 böyük bərabər 0 olar. Sonra 3A buradan böyük bərabərdir 6'dan. 3'ə bölsəm hər tərəf böyük bərabərdir 2'dən. Demək 6'dan kiçik, 2'dən böyük. Ədəd oxunda lap göstərim. 2 və 6. 6'dan kiçik. 6 daxil deyil. Sola. 2'dən böyük. Demək sağa. Bu 2'də daxildir. Demək sağa. Kəsişən hissə 2, 6 oldu da. İndi bizdən nə soruşur ki?
Yəni A aldığı qiymətlər bu aralıqdadır. 2-6 aralığında. Yəni A demək 2-dən böyükdür. 6-dan kiçikdir. 2-dən böyük bərabərdir daha doğrusu. 6-dan kiçik, o da E variantı. A-nın hansı qiymətlərində tənlər sisteminin şərti ödənər? Bu da eyni tiplidir. Yəni, X-i və Y-i A-la ifadə edib, qoyuruq burada yerinə bərabərsizliyi həll edirik. Tərəf-tərəfə çıxsaq, aşağıdakindən yuxarıdakini çıxaq. 2x-dən x-i çıxdım, x eləyir. Y-dən y-i çıxdım, 0. 4 çıxaq A. Demək, x bərabərdir 4 çıxaq A-ya. X-in qiymətini tapdım. Sonra indi y-i də A-la ifadə edək. Qoyaq burada x-in qiymətini yerinə. 4 çıxaq A üstə gələk. Y bərabərdir A. Buradan y nəyə bərabərdir? A, bunları sağa keçirsəm, A da müsbət olacaq. A üstə gələk A 2A eləyər. 4 də müsbət idi, minus 4 olar. Y-in də qiyməti oldu bu. İndi biz bu bərabərsizlikləri yaza bilərik. 0. Aslında bunu sistem təhlil kimi yazmalıyıq da. Y böyükdür 0. X-in yerinə 4 minus A yazdım. Böyükdür 0. Y-in yerinə 2A minus 4. Böyükdür 0. İkisi də böyükdür. Amma biri böyük bərabərdir. Biri qeyri-ciddi, biri ciddi bərabərsizlik. Buradan yəni mənfi A böyük bərabərdir. Mənfi 4-ə. 4-ü sağa keçirsəm. Burada isə 2A böyükdür 4-dən. Mənfi 4-ü sağa keçirdim. Mənfiyə vursam, bunun istiqaməti dəyişər. Yəni A kiçikdir, bərabərdir 4 olacaq. Buradan da 2-yə bölsəm, A böyükdür 2-dən. Demək, 2-dən böyük 4-dən kiçik. Bu 2 olsun, bu da 4 olsun. 2-dən böyük, 2 daxil deyil. Böyük, sağa. 4-dən kiçik, 4 daxildir. 4-dən kiçik. Kəsişən hissə haradır? Demək, 2-4-dən. Bizim həllimiz 2-4 aralığıdır. 4 daxildir, 2 yox. Yəni, A 2-dən böyükdür. 4-dən kiçik bərabərdir. 2-dən böyük, 4-dən kiçik bərabər A variantı. A-nın hansı qiymətlərində bərabərsizliklər sisteminin həlli var? Bu, keçən test toplusunda var idi. Bu, nisbətən mürəkkəb bərabərsizlikdir. A-nın hansı qiymətlərində? Gəlin ardıcıl yazaq. Demək, AX mənfi 2-yə sağa keçirsən, böyükdür 2-dən. 8x isə kiçikdir A-dan. Yəni, burada A-nın qiymətlərini soruşur da, X-in qiymətlərindən söhbət getmir. Buradan, bax, X-i müəyyən eləmək istəyiriksə, ikinci tənlikdən, yəni sorun yoxdur da, burada X kiçikdir, bərabərdir, A bölün 8-ə bölə bilərik hər tərəf. 8 müsbət olduğu üçün bərabərsizliyin işarəsi də dəyişmir. Amma burada sorun var, nəyə görə? Yəni, A-nı bilmirik ki, mənfi ədəddir ya müsbətdir. Müsbət olursa, yəni elə bölərik, X böyük bərabər 2 bölək A alınır. Ancaq mənfi olanda bunun istiqaməti dəyişir, böyükdür yox, kiçikdir olur. Ona görə 2 hala baxmalıyıq. A-nın 0-dan böyük halına, A-nın 0-dan kiçik halına. Yəni, A 0-a bərabər ola bilməz. A-ya bölürüksə, yəni məxrəcə A düşür, orada 0-a bölmə olmayacaq. Ona görə A 0-dan fərqli olmalı. Bu şərti də yadımızda saxlayaq. İndi götürək, fərz edək ki, A 0-dan böyükdür. Birinci hala baxaq. A 0-dan böyük olanda nə olur? Yəni, A-ya bölsək burada, demək, X böyük bərabərdir, 2 bölək A alınacaq. Yəni, bu bərabərsizliklər sistemimiz oldu.
Yəni buradan ədəd oxunda göstərsək, A 2 bölək A-dan böyükdür. Yəni 2 bölək A solda olacaq. Böyükdür. A bölək 8-dən kiçik. Demək bu sağdadır ki, ondan kiçik bərabərdir də. A bölək 8. Yəni bunlar da daxildir. Kiçikdir, bərabəri də var. Yəni bunu biz bunlar arasındakı münasibəti nətər müəyyən edə bilərik? 2 bölək A-nı axtarırıq da, A-nı tapmalıyıq. 2 bölək A bölək 8-dən kiçikdir, bərabərdir. A bölək 8-dən kiçikdir, bərabərdir. A-nın müsbət olduğunu bildiyimiz üçün 8A-ya vuraq hər tərəf. Yəni vura bilərik. Çünki bilir ki, A müsbətdir, A qəbul eləmişik də. Yəni mənfisinə sonra baxacaq. 8A-nı vurduq, bax, bu ifadə bunlara, demək 8A-ya bunu vursaq, A-lar gedər 8-i 2-yə vursaq 16, kiçikdir, bərabərdir. Bunu da 8A-ya vursaq 8-lər gedər A kvadrat. 16-nı A kvadratın yanına gətirə bilərəm, yəni böyük tərəfə düşür də, yəni A kvadrat minus 16 böyük bərabər 0 kimi yazarıq. Yəni bunu da o tərəfə keçirdib mənfiyə də vura bilərik, fərqi yoxdur. Yəni bunu indi A minus 4, A plus 4 vurublarını ayırsaq, A kvadrat minus B kvadrat üstürü böyük bərabər 0. İndi buradan gəlin intervallar metodun barədə danışaq. Ümumiyyətlə bərabərsizlikdə intervallar metodu vacib metoddur. Ondan qiymətlər tapılır. Bax, bunları sıfıra bərabərləsək, mötərizələri A 4 olar və A mənfi 4. Yəni, aldığı qiymətlər bu aralıqda olacaq da, mənfi 4 və 4 qeyd edirik ədəd oxunda. Bunlar bizim sərhədlərimiz. 4-dən böyük qiymət versək, misal üçün 5 verək də buradan. 5 versək A-nın əvəzinə. Burada müsbət alınır, bu da müsbət. Müsbəti müsbətə vuranda müsbət edir, demək bura müsbətdir. Bu aralıqdan bir qiymət verək, ta ki mənfi 4, 4 aralığına 2 verək. 2-dən 4 çıxsaq mənfi olacaq. 2-nin üstünə 4 gəndə müsbət. Mənfini müsbətə vuranda mənfi edir. Bura mənfini yazırıq. Burada mənfi tutaq ki 5 verək. Mənfi 5 çıxaq 4 mənfi olur. Mənfi 5 üstə gəl 4, o da mənfi. Mənfini mənfiyə vuranda müsbət edir. Bizə böyükdür hissəsi lazım. Bizə bərabərdir də var. Demək, ayı A. Yəni bunlar da aiddir də. A 4 və mənfi 4 də ala bilər. Bərabərdir də varaq. Bizə böyükdür, yəni müsbət hissəsi lazım. Yəni bu da hansıdır? Mənfi sonsuzluqdan mənfi 4-ə kimi 4-də daxildir, birləşir. 4-dən müsbət sonsuzluğa. Müsbət olan hissələr onlardır. Bu intervallar metodu bax buna. Yəni burada bax biz şərt qəbul eləmişik ki A sıfırdan böyükdür. Amma bizim A-nın aldığı qiymətlərdir də burada. Burada mənfi hissə də var. Demək bunu hələlik bu bizə aid bu bölmək üçün, yəni mənfini götürə bilmərik. Çünki A-nı sıfırdan böyük qəbul eləmişik. Biz demək aldıq 4 müsbət sonsuzluq. Bax bunu burada qeyd edirəm. Yəni A-nın aldığı qiymətlərin bir hissəsi budur. İndi sonra A-nın sıfırdan kiçik hallarında da aldığımız aralıqlar ki var, onları birləşdirəcəyik. Çünki ayrı-ayrı biz hallar götürmüşük. İndi bunu qoy buradan silək, A-nın kiçik halına baxaq. Böyük halı üçün tapdıq ki, demək 4-dən müsbət sonsuzluğa A qiymətlər alır. İndi fərz eləyək ki, A sıfırdan kiçikdir. Sıfırdan kiçik olanda, bax, bu yenə olduğu kimi qalır. Yəni 8-ə bölürük də. X kiçikdir, bərabərdir. A bölək 8. Müsbətə də bölürük, bərabərsizlik də qalır. Burada biləndə ki, A mənfidir. Demək, X böyükdür, yox, kiçikdir, bərabərdir. 2 bölək A olacaq. İndi, bax, ədəd oxunda bunu bax göstərək. Həm 2 bölək A-dan X kiçikdir, həm də bundan. Yəni, X bunların solundadır. Amma bunlar hansı solda yerləşir, hansı sağda, onu da bilmirik. Onda da gərək 2 hala baxaq. Birinci fərz eləyək ki, 2 bölək A solunda yerləşir.
A bölək 8 isə sağda yerləşir. Yəni 2 böl A kiçikdir, bərabərdir A bölək 8-dən. Mənfi hal. Yəni burada da 8A-ya vuraq hər tərəfi. Və yaxud bunu sola keçirdib minus yazıb orta məxrəc 8A da yaza bilərik. Yəni o cürə də yaza bilərik. Amma artıq işarəni bilirik. Yəni bilirik ki, A-nı mənfi qəbul eləmişik. Mənfiyə vururuqsa bunun istiqaməti dəyişəcək. Onu da vura bilərik. 8A-nı vursaq, 8A-nı vurdum buna. Alar getdi 16. Mənfiyə vurduğum üçün bunun istiqaməti dəyişəcək. Demək, burada da 8-lər gedir, A kvadrat qalır. Yəni, A kvadrat kiçik tərəfə düşdü. Yaza bilərik, A kvadrat 16-nı A kvadratın yanına gətirirəm. Kiçikdir 0-dan. Bunu da vurublarını açsam, A-4, A plus 4, kiçikdir, bərabərdir 0. Bunu da intervallar metodu ilə yaza bilərik ki, yəni, bayaq tapmışdıq da, -4, 4 aralığı. Yəni, bura müsbət, mənfi müsbətdir. Bizə kiçikdir hissəsi, -4, 4 aralığı lazımdır. -4, 4 aralığı. Yəni, bizim həllimiz olmalıdır. Ancaq bir məsələ də var da, A sıfırdan kiçik olmalı. Yəni, müsbət hissəsi, bax, -4, bu da 4 olsun. Eləmi? Demək, bizim həllərimiz bunlardır. -4 də daxildir, 4 də daxildir. Amma sıfırdan kiçik, 0 buradırsa, ortasıdır da bunların. Sıfırdan kiçik bu tərəf. Kəsişən hissələr oldu, -4, 0. Yəni, bizim həllərimiz -4, 4 yox, -4, 0 olur. Bu hal üçün. Yəni, -4, 0. Burada qeyd eləyək. -4, 0. 0 daxil deyil. -4 daxildir bəli. -4 daxildir. Birləşəcək də bundan. İndi yaxşı, bu halına baxdıq. İndi A bölək 8-i solda, 2 bölək A-nı sağda götürək. A bölək 2-ni sağda götürək. Yəni, bunları da tanış olduq da, bunları tapdıq ki, A-nın aldığı qiymətlər bunlardır. Sonra, indi yenə də A sıfırdan kiçikdir olmağa, ancaq bunların yeri dəyişik oldu. Dəyişdim A bölək 8-dən A bölək 2. İkinci hal üçün. Yəni, A bölək 8 kiçikdir, bərabərdir A bölək 2-dən. Bayaq A bölək 2 kiçik bərabərdir A bölək 8-dən idi. İndi buradan 8A-ya vursaq, 8A bilirik mənfidir. Bunun istiqaməti dəyişəcək. Vursam 8A-ya, 8-lər gedər, A kvadrat kiçikdir, yox, böyükdür, bərabərdir. Bunu da 8A-ya vursam, nəysə düz yazma, 2 bölək gəldi bu. 2 böləyə. İki bölək A, bəli. Alar gedər, 2 dəfə 8-im 16, yəni A kvadrat minus 16, böyük bərabər 0. Bunun qruplarına ayırsaq, A üstə yerək 4, böyük bərabər 0. Yəni, ədəd oxunda götürsək, -4, 4. Böyük olanda, yəni müsbətlər bunlar idi də, mənfi bu. Yəni, mənfi sonsuzluqdan -4-ə, 4 də daxildir, birləşir 4-dən müsbət sonsuzluğa. Bizdə A sıfırdan kiçik olduğu üçün müsbət hissə bu dəfə götürməyəcək. Yəni, biz olacaq bu mənfi sonsuzluq, -4. Bax, onu da yazım, yəni bütün həlləri, A-nın bütün halları üçün həlləri tapdıq. Burada oldu nə? Mənfi sonsuzluqdan -4. Demək, bu 3 dənə birləşdirmək lazımdır. Gəlin bunları artıq bildik də, yəni silək. Kim istəsə videonu geri qaytarıb baxa bilər də.
Bax, mənfi sonsuzluq -4, bir də -4-dən 0-a. Bu nə deməkdir? İkisini 1 yaza bilərik də mənfi sonsuzluqdan 0-a qədər. Yəni, bax, -4 0-ı birləşir. Mənfi sonsuzluqdan -4-ə qədər. Bu belədir də, bax, mənfi sonsuzluqdan -4-ə qədər. Bir də 4-dən 0-a qədər, 0 soldadır. İkisi də özü 4-də daxildirsə, bu aralıq hamısıdır. Yəni, belə birbaşa yaza bilərik də mənfi sonsuzluqdan 0-a. 0 daxil deyil, çünki 0-dan A fərqli olmalı. 0-a A-ya bölürdük axı. Demək, mənfi sonsuzluqdan 0-a birləşir bu 4-dən müsbət sonsuzluğa. O da ki, hansıdır? C variantı. Yəni, hissə həll eləsək, məncə başa düşüləndir. 39-da bərabərliklər sistemi ən böyük tam həllini tapın. Açıq suallara keçdik. Demək, birinci bərabərsizliyi 2-yə bölsək 5. Mənfi x qalsın burada. 2-ni sağa keçirdirəm. Böyükdür. -18 çıxaq 2. Yəni, bunu bax, belə də eləyə bilərik. Mənfi x-siz kiçik tərəfə keçirdərik. 18-i o tərəfə. Eyni şeydir. Amma x kiçik tərəfə düşəcək. Kimə nə cür uyğundur? Elə yazsın. Demək, x böyükdür 5. Bax, burada -20 elədi. Mənfi 1-ə vursaq bunu. Demək, olacaq nə? Müsbət x. İstiqamət dəyişəcək. Mənfiyə vurmuşuq. Kiçikdir. Müsbət 20. Yəni, 5-dən böyük, 20-dən kiçik. Bax, 5 və 20 qeyd elədik. Bunlar daxil deyil, ciddi bərabərsizlikdir. Daxil olmayanda belə yumru, boş yumru ilə işarə edirlər. 5-dən böyük, 20-dən kiçik. Yəni, həllərimiz bax, bu aralıqdır. Ən böyük tam həll, yəni, bu aralıqda tamlar hansılardır? 5 özü aid deyil də. 6, 7, 8, 9, 10, 19, 20. 19, 20. Yəni, 20 aid deyilsə, ən böyüyü soruşur da. 20 aid olsaydı 20-ni götürərdik, amma ondan kiçiyi 19-dur. Yəni, demək, cavab olacaq 19. Hansı böyük qiymətində bərabərliklər sisteminin yeganə həlli var? Demək, x böyükdür, bərabərdir, a kvadrat, üstə gələ 14. Sistem bərabərliklər, bu da ax də kiçikdir, 8a plus 2. Nə zaman yeganə qiyməti olar? Bax, götürək, bax, tutaq ki, 5-dir. X-in verib ki, X-in aldığı qiymətlər böyükdür, bərabərdir 5-dən, X kiçikdir, bərabərdir 5-dən. Onda nə olur? Yəni, ancaq 5 olur da, yəni, sağa və sola kəsişən hissə bir dənə 5 olur. Yəni, bərabər olan x, yəni 5-ə bərabərdir. Buradan da 5-ə bərabərdir də. Yəni, bərabər olan bir dənə kəsişən hissə 5 olur. İndi burada da a kvadrat plus 14, 8a plus 2 bərabər olan hissə, yəni bir-birinə bərabər olan hissə yeganə həlli var. A-nın o qiymətində. A-nı da bir dəqiqə yazaq. Bərabər eləyək. A kvadrat plus 14 bərabərdir 8a plus 2. Bunları sola keçirsəm, a kvadrat minus 8a, 2-ni sola, 14-dən 2-sini çıxsam, 12. Bərabərdir 0. Bu 6 ilə 2, yəni a minus 6 olar, a minus 2 olacaq. Bərabərdir 0. Buradan 0-a bərabərləsə a6, a2. 2 qiymətində. A-nın hansı böyük qiymətində deyir, yəni 6 daha böyükdür də. Yəni, 6 cavab olacaq 6. A-nın hansı kiçik qiymətinə bərabər sistemin yeganə həlli var? Yeganə həlli olması üçün
Bunlar bir-birinə bərabər olmalıdır. X-lərin bərabər olduğu, yəni a kvadrat plus 22 bərabər olur 9a plus 4. Buradan bunları sola keçirsəm, a kvadrat minus 9a, 4'ü də sola, 22-dən 4'ün çıxsam 18 bərabərdir 0. Demək, hasili 18, 6 ilə 3 olacaq da. Yəni a çıxaq 6, a çıxaq 3. Yəni bunları bir-birinə vuranda 18, toplasaq mənfi 9. Demək, aldıq a-nı 6 və a-nı 3 tapdıq. Sıra bərabər eləsək. Demək, a-nın hansı kiçik qiymətində? Kiçik qiyməti 3. Yəni cavab 3 olar. Demək, 42-də bərabərsizliyin ən kiçik tam həlli 9 olarsa, A parametrini ala biləcəyi tam qiymətlərin cəmini tapın. Buradan nə edərik? Biz deyir ki, bərabərsizliyin ən kiçik tam həlli 9 olarsa, ən kiçik tam həll nə demək? Yəni x-in aldığı qiymətdə söhbət x-dən gedir. Yəni böyük bərabərdir 9. Yəni şərti ödənməlidir ki, bərabərsizliyi ödənməlidir ki, ən kiçiyi 9-dur da, yəni 9-dan böyük. 9-da daxildir. Demək, bu şərt ödənməlidir. İndi nə edərik? Bax, bu x minus 8-i x-i təkləməliyik də. A minus 5-ə bölmək lazımdır. A minus 5-ə bölmək lazımdır. Ancaq burada A parametri bilmirik, mənfidir, misal üçün. Bunu, yəni, ya müsbətdir, ya mənfi bilmirik. Yəni, A minus 5 2 hala baxmaq lazımdır. Plus belə müsbət halına buradan A böyükdür 5-dən. Bir də A minus 5 kiçikdir 0 halında. Baxaq ki, niyə? Çünki ona bölsək, bu işarənin istiqaməti dəyişəcək. A kiçikdir 5-dən. Birinci hala baxaq. Bax, bölürük hər tərəfi A minus 5-ə. Yəni, bax, böldük. X minus 8 böyük bərabərdir 2A minus 14. Fərz edək ki, A minus 5 0-dan böyükdür. 0-dan böyük halı üçün A minus 5-ə bölək hər tərəfi. Aldıq nə? X minus 8 böyük bərabərdir. Yəni, işarənin istiqaməti dəyişməyəcək. Bilir ki, A minus 5 0-dan böyükdür. 2A 14 bölək A minus 5. Buradan x böyük bərabərdir. 8-i sağa keçirdərik. Üstə gələk 2A minus 14 A minus 5. İndi biz yəni bax, bu x böyük bərabərdir 9. Kiçik qiyməti bu 9 olmalıdır da. Bax, bu ifadə 9 olmalıdır. 9 olması üçün özdə tam qiymət, tam həlli 9 olarsa, yəni bu 9 olmaya da bilər də. Misal üçün x 8,2 ola bilər, 8,5 ola bilər, 9-a qədər rəqəmlər ola bilər. Amma 8-in özü də olmaz. Yəni bu ifadə 0 ilə 1 arasında, 0 daxil olsa 8 tam ədəd olacaq. Yəni 0 daxil deyil. 1 isə daxildir. Yəni 1 olsa, yəni 9 olar. Bu bərabərsizlik yaranar da, yəni 9-dan böyük olar. Yəni bunu biz bundan həll eləməliyik. Bir variantda nə olacaq? Demək, A-5 mənfi olanda bu x kiçik bərabər 8 üstə gələk 2A-14 bölək A-5 olar. Yəni bunun istiqaməti dəyişər bərabərsizliyi, mənfiyə bölürüksə. Amma bu halda biz bərabərsizliyin kiçik tam həllindən söhbət edə bilmərik də. Çünki bax, bu şərt olanda bunu biz nətər, yəni 9-dan kiçik deməkdir də sol tərəfə. Yəni bu tərəfə. Bunun
Mənfi sonsuzluq 9 elə bir fərz eləyək qiyməti. Onu böyük qiymətindən söhbət edə bilərik, kiçik qiymətindən yox. Ona görə də buna baxılmayacaq. Ancaq bunu həll eləmək lazımdır ki, yəni bax bu 0 ilə 1 arasında olsun. Yəni 2a minus 14 bölək a minus 5 1 ilə bərabər 0 arasında olsun. İndi buradan a minus 5'ə vursaq, a minus 5 bilirik ki 0'dan böyükdür. Bu 0 olar. Bu isə demək a minus 5'lər gedəcək. Qalacaq 2a minus 14 kiçik bərabərdir. 1'ə vursaq a minus 5 olacaq. Şimdi bunu bir həll eləyək. Buradan demək 2a demək 0 kiçikdir. 2a minus 14'dür də bu 14. Mənfi 14'ü sola keçirsək, yəni 14 kiçikdir 2a'dan, 7 kiçikdir a'dan və yaxud a böyükdür 7'dən. Bir bərabərsizlik bunu aldıq. Bir bərabərsizlikdə bu ikisini bir yerdə eləyək. Bu a'nı sola, 14'ü sağa keçirdək. Demək 2a çıxağa a olacaq, kiçikdir, bərabərdir. 14'ü sağa keçirdəndə müsbət olar. 14 çıxaq 5. Yəni a kiçikdir, bərabərdir. 14'dən 5'in çıxsaq 9 eləyər. 9 da aiddir. 7'dən böyük və 9. 7'dən böyük tam həll, yəni 8 olar. Ala tam qiymətlərin cəmini deyir. Bir də 9 da 9'dan kiçik bərabər. Yəni 9 olacaq da. Bu ikisinin həlli. Bax, bir dəqiqə, bax 7'dən böyük. Bu 7 olsun, bu da 9. 7 daxil deyil, ciddi bərabər sözlükdir. 9 isə daxildir. Yəni 7'dən böyük sağa, 9'dan kiçik sola, kiçik bərabər. Yəni bu aralıqda hansı təm var? 8 var da, bir də 9 özü. Çünki o da daxildir. Yəni bunların ikisini də cəmi eləyəcək 17. Cavab da olar 17. Yəni bu da yeni misal idi. Nisbətən obrislərə baxanda mürəkkəb misaldır. Yəni xüsusi yanaşma tələb eləyir. Uyğunluğu müəyyən edin. 43'də deyir. 5x plus 3 2x plus 12. 2'ni 6'ya vursaq 12. Birinciyə baxırıq da. Birinciyə baxaq, sonra görək hansına uyğun gəlir. Həllərini tapaq, bərabərsizliklərini. 2x'i sola keçsəm 5x çıxar 2x, 3x eləyər. 3'ü də sağa keçirdirəm. 12'dən 3'ün çıxsaq 9. 3'ə bölsəm x kiçikdir 3'dən. X kiçikdir 3'dən nə deməkdir? Yəni 3'dür. 3'dən kiçik sola da mənfi sonsuzluqdan 3'ə qədər. Mənfi sonsuzluqdan 3'ə qədər həllər çoxluğu bu 3'də daxil deyil. A variantı buraya yazaq, sonra həllər. Ən böyük tam həlli 2'dir. Bax görürsünüz 3 daxil deyil. Bundan böyük 2 gəlir də, sonra növbəti 2'dir. Demək ən böyük tam həlli 2'dir. C-ni də yazaq ora. Həlli yox, tam həllərin cəmi 3'dür. Yox, bunun tam həlləri çoxdur. Mənfi sonsuzluqdan 3'ə qədər. İkinciyə baxaq. Mötərizəyə vuraq bunları. 6x üstə gələk. 3'ə vuranda 9 kiçikdir. Bu da 6x üstə gələk 6. 6x'lər görürük gedir. 9 6'dan kiçikdir. Yox, 6 deyil. Bu 2'ni 6'ya vuranda 12 eləyir. 9 12'dən kiçikdir əlbəttə. Yəni hər zaman. Yəni x-ə nə qiymət versək 9 12'dən kiçik olacaq. Ona görə həllər çoxluğu mənfi sonsuzluqdan müsbət sonsuzluğa, bütün həllər çoxluğuna aiddir. B. Həlli yoxdur. Tam həllərin cəmi 3'dür. Yox. Bu üçüncüyə baxaq. Bunlar da vuraq açaq. 4x plus 4'ü 5'ə vursaq 20. Üstə gedək 5x. 3'ü vurduq 9x plus 12. Üstə gələk 5. 9x, 9x. Gedəcək bu x'lər. Yenə qaldı nə? 20 kiçikdir. Neçədən? 17'dən. Belə hal mümkündürmü? 17'dən niyə 20 kiçik olsun? Demək, həlli yoxdur. Sizin istənilən qiymətində bunun həlli yoxdur. D variantında bura aiddir. Tam həllərin cəmi 3'dür. Yox, bunun heç birinə uyğun gəlmir. Burada da
demək, hesablama aparaq və bərabərçilərin həllini müəyyən edək. 8x minus 2 böyükdür. 3'ü vursaq mötərizəyə 3x plus 18. 3x'i sola, mənfi 2'ni sağa. 8x'dən 3x'ini çıxsam 5x böyükdür. 18 üstə gələ 2, 20. 5'ə bölsəm hər tərəfi 4'dür. 4'dən böyük. Yəni 4 da daxil deyil, sağa. Həllər çoxluğu 4'dən böyük deyil, müsbət sonsuzluğadır. 4 da daxil deyil. B variantını buraya yazırıq. Sonra ən kiçik tam həlli, bəli. Ən kiçik, əgər 4 daxil olsaydı, ən kiçik həlli 4 olardı. Amma 4'dən sonra nə gəlir? 5 gəlir. Ən kiçik həlli 5'dir. Ən kiçik tam həlli 5'dir. C-ni də yazaq bura. Tam həllərin cəmi 6'dır. Yox, tam həlləri çoxdur. Müsbət sonsuzluğa qədər, yəni onun tam həlləri var. Həlli yoxdur, ona aidiyyatı yoxdur. Bu birinci idi. İndi ikinciyə baxaq. Mötərizəyə vuraq. 20x üstə gələ 4'ü 6'ya vurdum. 24 böyükdür. Bu da 20x üstə gələ 5'i 3'ə vurdum. 15. 20x'lər islah eləyərik. 24 hər zaman 15'dən böyükdür. Demək, x-ə nə qiymət versək, bu bərabərçilik doğrudur. Demək, həllər çoxluğu mənfi sonsuzluqdan müsbət sonsuzluğadır. A variantıdır. Tam həllərin cəmi 6'dır. Həlli yoxdur. Ona aidiyyatı yoxdur. Üçüncü. Demək, 10x üstə gələ 14 üstə gələ 2x böyükdür. 6'nı 2x'ə vursam 12x. Bu 10x idi. 12x üstə gələk 6'ın 5'ə 30 üstə gələ 3. 10x 2x 12x eləyirmi? Bu 12x'dən gedər də bunlar. Demək, 14 böyükdür 33'dən. Yəni, bu mümkün deyil. Yəni, həlli yoxdur deməkdir. E variantı. Tam həllərin cəmi 6'dır. O da ona uyğun gəlmir. Bərabərçilər heyətinin həllinin mənfi sonsuzluq, müsbət sonsuzluq olması üçün A parametrini ala biləcəyi tam qiymətlərin cəmini tap. Demək, x bundan böyükdür, x bundan kiçikdir. Bu ifadəyə bir m deyək, buna da bir n deyək. Eləmi? Yəni, x m-dən böyük, ədəd oxunda göstərək. Yəni, m-dən böyükdür, yəni m soldadır ki, m-dən böyükdür, yəni sağ tərəfə, n-dən kiçikdir, n onun sağında olacaq ki, ondan kiçikdir də x-lər. Buradan da belə çıxır ki, m n-dən bu heyətin, özdə heyətdir də, həllinin olması üçün mənfi sonsuzluq, müsbət sonsuzluq, bütün ədəd oxunda. Ən azından, yəni, kiçik bərabər olmalıdır da, bax bu, olmalıdır. Həllər çoxluğu bu, m üçün də bu. Yəni, ən azından mənfi sonsuzluqdan n-ə qədər, m-dən müsbət sonsuzluğa qədər və bunlar da bu nə zaman baş verir? Bu o zaman baş verir ki, yəni burada görsənir də elə onsuz da, yəni m n-dən kiçikdir. Kiçik bərabər olanda bu şərt ödənməlidir. Böyük olsa m bu tərəfdə yerləşər, sağ tərəfdə, m bu tərəfdə, arada yəni həlli olmayan məqamlar, ədədlər, çoxluqlar ola bilər, yəni. Ona görə bu şərt ödənməlidir ki, mənfi sonsuzluq, müsbət sonsuzluq olması üçün A parametri ala biləcək tam qiymətləri biz tapa bilək. Onda m-in yerinə 2a kvadratı minus 5a plus 17-dir. Kiçik bərabər olmalı n-dən. A kvadrat plus 3a plus 5. Bunları sola keçirsəm, 2a kvadratına a kvadratını çıxsam a kvadrat, mənfi 5a, 3a da gəlsə onun yanına, mənfi 8a, 5'i də sola keçirsəm, 17 çıxaq 5, üstə gəl 12, kiçik bərabərdir 0. Bunu vuruqlarını arsaq, mənfi 6 ilə mənfi 2 olardı. A minus 6, A minus 2, kiçikdir bərabərdir 0. Bu nə deməkdir?
Yəni 2-6 aralığı deməkdir də, həm də daxildir. Yəni ən azından bu MN nöqtələri üst-üstə düşməli ki, ədəd oxunda ən azından bunların tam həlli olsun. O bərabər olan nöqtə də budur da, yəni M burada N-ə bərabərdir. Yəni 2-6 aralığındakı qiymətlər A parametri alsa, bax bu mənfi müsbət sonsuzluğu, həllər çoxluğu olar da. Bərabərliklər heyətinin həlli, bax bu çoxluq olar. Bütün həllər çoxluğu. Buradakı tam qiymətlərin cəmdir. Bu aralığa tam qiymətlər 2-dir, 3-dür, 4-dür, 5-dir, 6-dır. 5, 10, 14, 20 olacaq da, cəmi 20 olar bunların. Bərabərliklər heyəti həllinin olması A parametri ala biləcəyi tam qiymətlərin cəmini tapın. X bundan böyükdür, bax buna yenə də bir M deyək, buna da bir N deyək. Yəni X M-dən böyükdür, nə deməkdir? M buradadır, tutaq ki, böyükdür, sağadda. N də ki, N-dən kiçikdir. Demək, sağında olacaq da M-in. Əgər X bundan böyük, bundan kiçikdirsə, N onun sağında olacaq. Yəni, M N-dən kiçik olacaq. Kiçik bərabər ən azından. Bu şərt ödənməlidir özdəki. Bu ədəd oxunda mənfi sonsuzluq, müsbət sonsuzluq, həllər çoxluğu olsun. Bunda indi qiymətlərin qoyaq yerinə həll eləyək bərabərsizliyi. 2A kvadrat minus 3A plus 16 kiçikdir, bərabərdir. A kvadrat plus 4A plus 6. Bunları sola keçirsək, A kvadrat 4A minus 7A 16-dan da 6-sını çıxsam 10 olar. Kiçik bərabər 0. Demək, A minus 5, A minus 2 olacaq. Onun hasili mənfi 5-i mənfi 2-yə müsbət 10, toplasaq mənfi 7. Kiçik bərabərdə 0. Bunun da həllər çoxluğu nə olur? 2, 5-də 2, 5 aralığı. Bunlar da daxildir. Bərabərdir də var. Tam həllərin cəmini deyir. 2 üstə gəl, 3 üstə gəl, 4 üstə gəl, 5. 9, 12, 14 eləyər. Bərabərliklər heyətinin həllinin mənfi sonsuzluq, müsbət sonsuzluq olması üçün A parametri ala biləcəyi natural qiymətlərin cəmini tapın. Demək, X-in aldığı qiymətlər, bax, 4A minus 1-dən böyük olmalı. Fərz eləyək ki, 4 ədəd oxunda 4A minus 1 burada yerləşir, ondan böyük olmalı. Və eyni zamanda demək, bu 2A plus 9-dan kiçik olmalı. 2A plus 9 bu şərt ödənməsi üçün ən azından bunlar üst-üstə düşməli və yaxud bunun sağında yerləşir. Yəni 2A plus 9 4A minus 1-dən böyük olmalı. Bu şərt ödənməsi üçün. Yəni dediyim kimi ən azından bunlar üst-üstə düşə bilər. Yəni bax bu hal olsa, bax əgər misal üçün bu 4A minus 1 belə bu 2A plus 9 və yaxud 4A minus 1 halı olarsa, onda bu bütün ədəd oxunda bu həlli yoxdur. Yəni müəyyən hissəsi var, ancaq yəni deyə bilmərik ki, mənfi sonsuzluq, müsbət sonsuzluq. Ancaq o zaman deyə bilərik ki, yəni bu 2A plus 9 sağda, 4A minus 1 solda yerləşsin. Yəni 4A minus 1 kiçik bərabər 2A plus 9 olmalıdır ki, bu şərt ödənsin. 2A-nı sola keçirsəm 2A, biri də sağa 10 olar. A kiçik bərabərdir 5. 5-dən kiçik natural ədədlər 5 də daxil olmaqla 1, 2, 3, 4, 5-dir. Natural qiymətlərin cəmini deyir tapın. 9, 12, 14, 15. Bu da eyni tipli misaldır. Bax, burada da deyir ki, bax, mənfi sonsuzluq, müsbət sonsuzluq heyətin həlli olması üçün bax, X bundan böyükdür, bundan kiçikdir. Yəni, bunlar kəsişməlidir. Ən azından kəsişməlidir. Kəsişməsələr
bu şərt ödənməz. Yəni 5a minus 4-dən böyükdür də x, yəni bu daha kiçikdir. Bundan isə kiçikdir. Yəni bu bunun sağında olmalıdır. 3a plus 8 5a minus 4. Bunlar ikisi də daxildir. Demək, soldakı bu sağdakından kiçikdir də. 5a minus 4 kiçik bərabərdir 3a plus 8-dən. 3a-nı çıxsaq 5a-dan, demək 2a qalar. Mənfi 4-ü də sağa keçirirəm, 12 eləyər. A kiçik bərabərdir 6. Ala biləcəyin natural qiymətlərdir. 6-dan kiçik natural qiymətlər 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir, 6-dır. 15, 21 eləyər də cavab. Diaqrama əsasən bərabərsizliyini həll edin. Bax, A-nın qiyməti 2-dir. A2, B7, C4, D də 6-dır. Bax, bu bərabərsizlər sistemini verib. AX kiçik bərabər B. Yəni, A-nın yerinə 2 yazaq. X kiçikdir, B-dəki 7-dir. O birisi necədir? 4 X kiçikdir, böyük bərabər D-dən. D-dəki 6-dır. Demək, 2-yə bölsəm, X kiçik bərabərdir. 7 bölə 2. Burada neçədir? 4-ə bölsəm, 6 bölək 4. Buradan nə alınır? X elə bir kiçik bərabərdir. 3/5. 60-ı 4-ə böləndə 1/5. Yəni, x böyük bərabərdir 1/5. Ədəd oxunda qeyd eləsək, 1/5 burada, 3/5 də burada fərz eləyək. Yəni, 3/5-dən kiçik sola qiymətləri alır. Bunlar da daxildir də, həmçinin, bax, bərabərli də var. 1/5-dən böyük, yəni sağa. Kəsişən hissə haradır? 1/5 və 3/5 hissə. Bərabərsizliklər sistemi kəsişməni götürürük də 1/5, 3/5 olacaq. Həllər çoxluğumuz bu olur. Bunlar da daxildir. Burada da bu tapşırıqları bitirmiş olduq. Güman edirəm, faydalı oldu. Sağ olun.